Viyana'dayım. Gəlmişik Viyana'ya. Heç xoşuma gəlmir də buralar mənim. Alman ayağı olan yerlərin heç biri xoşuma gəlmir. Bunlar da bir suyu yeyib çıxırdı Almaniyaya, Deutschland. Yaman özdə belə təriflilər, bu Viyana belədir, Viyana elədir. Mən 2 dəfə gəlmişəm. Belə heç, nə bilim, o qədər də xoşuma gəlmir sözün açığı. Elə görə maşını cərimə yazmayıblar. Təkərinə zadına şey bağlamasınlar sən Allah. Yox, yaxşıdır, yaxşıdır. Yaxşıdır. Baxım görüm təkərinə zadına. Yox, cərimə də yazmayıblar, qaqa, cərimə də yazmayıblar. Heç nə bağlamayıblar. Əlini bilirlər də, bu kimin maşındır. Ona görə, ona görə. Başqa adam ola, yazırlar sırası. Hal-hazırda trendi bir kofe içirik. Bu kofe vaflin içində verirlər. Yəni trend olmağın səbəbi budur. Yəni belə qeyri-adi bir şey yoxdur əslində. Bu özdə the most expensive coffee in the world. Is it? That's what it says, right? Düzdür da 19 euroya içmişik. 19 euroya adam şey kofe içər. Thank you so much. Here you go. Watch out from this side so it doesn't. Okay, okay. So do you want the sticker? No, I don't want to. Yes, okay. Thank you so much. İndi biz buna niyə 18 euro pul verdik? Mənim başım çıxmır ətəvə. Bu nədir ki, bu vaflin içinə qoyub bir dənə cappuccino verirlər 18 euro. Ətəvə biz loxuq sən ol. Buna da adam 18 euro pul verir. Sən ol ətəvə. Öyle şəxsən mən loxam sən ol. Buna adam 18 euro pul verir. Bahadır da, sən ol bahadır. Öyle. Bu nədir ki? Bu nədir? Bu 18 euro bu. Nə bilim qaqa, yandı, içim yandı. Vallahi yandı. Bax yolumuz düşsə gəlmə. Gör, cəmaat da gəlir. Bura yaman bərk gedir. Bu coffee shop yaman bərk gedir. Baba, bir dənə buna görə millət gəlib bura. Heç oturmaqlara da yeri yoxdur. Yəni gör marketinqlərinin gücünə bax da. Oturmağa da yeri yoxdur. Ancaq çöldən alırsan, gəlsən belə içirsən. Prosta bunun şeyi maraqlıdır da. Teması belə qəşəngdir. Yəni içdin, kofe azaldı içində. Şokolatı yeyirsən, Belə şeylər. Cəmaatın başı şirətə var. Bundan Bakı özüm gətirəcəm. Gələrsiniz. Yaxşımı qadınlarım, gələrsiniz orada mənə xeyir verərsiniz. Amma küçəsi çox maraqlıdır. Yəni bu küçə ilə gəlirsən də bu kofe shopa əladır, maraqlıdır. Bəzi konseptlər var ki, onları maraqlı eləyən o küçədir, o yerdir, o yemək formasıdır ya da içmək formasıdır. Bunlar çox önəmlidir marketinqdə. The new city hall, the big city hall in Europa. Görə atlar neçədir, at turu neçədir. Burada belə atlar var. Soruşağa görə neçədir. Is that 60 euro the small tour and 105 the long tour. small tour how many kilometers? 20 minutes, 20 minutes. And long tour 40 minutes. 40 minutes. I think but you should make a discount for us. Sorry. Really a fixed price. Fixed price. Yes. Okay. 100 euro, 105 105. for long tour. 105. But it's can you close the Backside closing? yeah, Yes, because yes. it's outside is very cold. Yes. Bunu da götürmüşük. Bunu da götürdüm. Burada elə bil bizdə restoranlarda olur. Verirlər ki, üstü vaxt üşümə. Bunlar da verdilər. Gedirik indi. Faytoncuyam, atım qara. Özüm cavan, vaxtım qara. Minən deyir sür bulvara. Nice tour. 100 euro, 105 euro 40 dəqiqəlik turdur, 20 dəqiqəlik tur 60 eurodur.
Uzun tur, yəni 40 dəqiqəlik tur 100 evrodur. Yəni gəlib burada minə bilərsiniz. Fayton da 4 nəfərli idi. 4 nəfər gəlsəz o qədər də yəni ciddi bir məbləğ deyil də, amma tək gələndə 2 nəfər gələndə 40 dəqiqəlik tur bir 50 evroya, 100 manata başa gəlir. The building for the Maria and the Joseph for the Old Testament for the Joseph area. Aha. Abi şey də verir. Böyle məlumat da verir ki, bu budur. Yüngül də yağış yağır qaqa. Lehmə olacaq deyəsən. Viyana əslində maraqlıdır. Prosta biraz nə bilim. Elə bil adamın kefindən asılıdır. Bəzən bəzi şəhərləri bəyənirsən, bəzi şəhərləri bəyənmirsən. O da sənin kefindən asılı olan bir şeydir. Yağış yağanda da yəqin ki üstünü bağlayırlar. Bizim üstümüzü bağladı bu tutaq ki, bəs öz üstünü necə bağlayacaq? Maraqlıdır. Bu nə danışır? Ya heç eşitmədim nə deyir, amma dedi ki orada nəsə var. Nəsə historical buildingdir. Amma eşitmədim. İndi mən də cavan oğlanam, nana nağayırım indi, birini eşitəm. Qulaq yaşlaşmışam, bu yaman qəşəng qız deyil. Yaşlaşmışam. Bunun da üçün paxlava yığdırdım axı. Dedim ki, qoy yığdırmışam bunu, maşını. Dedim, at götürürəm biri, salonu dedim. Nə deyirlər bunu, Alcantara deyirlər, nə deyirlər, ondan elətdirəcəm. Arzum idi həmişə, uşaqlıqdan ki, Viyanada at götürüm. Mənim arzum idi. İndi axırı ki, arzuma bugün çatdım. Aha. Everybody is waiting here for coffee. Beautiful coffee house. Aha. Kafe Central. Burada hər kəs kafe shop üçün gözləyir burada. Görürsünüz nə qədər sıra var. Elə deyəsən bu Viyanada ancaq kafedir, kofe. Hamı gözləyir burada bu kafe shop üçün. Nə bilim, görəcək bizdə. Bəlkə bir dəydim ora, bir kofe içdim orada. Okey. Toy elə. Orada da qaqaş bax, hələ. National Theater. Ama diyor 1887. Bu nə danışır? Wow. Allah haqqı heç nə eşitmirəm. Sən o ağzın səsi gəlmir. Elə yalandan yalan zat deyirəm. Heç nə eşitmirəm. The Rose Garden is in the summer is here 200 different roses. Aha. Inside is a monument for the Sisi. Okay. So now it is part of the Ring Street, the new city hall, the big city hall and the rubber. Aha. What is this building? The right side? This one? No, the right side. The National Theater. Aha. Milli Tiyatr binasıdır bura. Orada da yine Christmas bazarı var. Faytonda zarafat bir yana çox rahatdır. Tamam, mənim maşınımdan bu rahatdır yəni. Öyle bil ki, nə bilim ya, amortizasiya sistemi zadı qəşəngdir valla. Ətağa. Ola bizim bir fayton götürdüm özümə. O bura tiyatr binasıdır o dediği. Bura belə. For a small country Liechtenstein. Aha. Liechtenstein. Nə Liechtenstein? Hansı Liechtenstein? Bizim dəyərli sənətkarımız Liechtenstein. Baba bu qəşəngdir, bu uzaqdır bu. Bundan belə deyirsən. For the Prime Minister. Aha. And here the front side is the back side for the Imperial Palace. And here's the office for the President. Okay, right now the Prime Minister is here. Here working. Maybe, yeah. Who is most important person in Austria, President or Prime Minister? President. Who manage? President. This one is the inside from the National Library. National Library. Ah, okay. And here on the right side you have two museums.
the History of Art Museum and the Natural Museum. Aha, köhnə muzey, bir də Milli Muzey oradadır. Burada digər atlar var. Turlar var. Qadın sürü atı. Aa, bunlar şey Christmas atlarıdır. Süper. Bunlar danışırlar. Geyimləri də bir fərqlidir bunların. Fərqli deyəndə yəni faytonçu kimi geyinirlər də. Danışır. Allah bilir nə danışır. Nə pülüyor Allah bilir. Deyirəm ağardın, neynədin? 600 Jahre habt ihr diese Waschen bekommen. Osmanische Reich habe ich gesagt. Yaxşı görə, əqtar görə. Əqtar görə. You have nice style. Say maşallah. Maşallah. This one, the name, the St. Michael's Place, the St. Michael's Church. Aha. Year 1702. Oh. Right side, the St. Michael's Gate, the nice gate for the Imperial Palace, and the four buildings, the buildings for Hercules. Over there, the St. Michael's Kuppel, the 40 meters high. Aha. This is the museum. This side, the inside, the Spanish riding school for the white horses. Okay, burada da muzeydir. Aha. Bu nə danışır? This is the old part of the Imperial Palace, the building the Kaiser Franz Joseph the first one. Here on the middle side for the house, 3 different watches, the Sunwatch, the Rumenwatch, and the yellow blue ball over there, the Moonface watch. You see, 3 different watches on the middle side for the tower. Yes. Oldest and nicest Baroque church in Vienna. Aha. It's only 1702. Here on the right side, the monument for the plague. The plague. Aha. Bu horoz bu. Çox qəşəng yerdir bu. Buralar süperdir. Ah, Mozart. Mozart house, yes. Mozart house. Mozart lived there. Aha. But I think he has lived in Salzburg. Born in Salzburg. And then he came here. Ah, okay. 6 years old, he come here. Okay, got it. Bu bizim atımız idi. Bu bizim faytonçumuz. Thank you so much, sir. Have a nice time in Vienna. Bye. Thank you so much. Thank you so much, sir. Mənə həmişə maraqlı gəlir ki, belə gözəl, belə gözəl binaların yanında belə çirkin bina necə tikirlər, yəni Viyana mərkəzində özü. Yəni, çox belə qəribədir də. Bu binaya bax. Bu da yəni qəşəngdir, o da qəşəngdir, amma bu nədir? Bu nədir sən Allah? Bu gözəl tarixin yanında. Buradan bu bina daha gözəl görünür, daha tarixi görsənir. Louis Vuitton. Həmişə gəlirəm paltarlarımı buradan alıram. Uşaqlıqdan, uşaqlıqdan. Mənim hər şeyim Louis Vuittonla. Sevirəm. Yaxşı, gözəl brenddir. Bu xala nağarsan anacan. Bu xala bax elə bilinir ki, Louis Vuittondan geyinən. O Louis Vuittonun şəkili zadı da. O alıbdır ya. Bax, onun sumkası var ya, o Louis Vuittondan alıbdır. Louis Vuittonu, mənim indi vəziyyət o deyil ki, girim Louis Vuitton. Əvvəl uşaqlıqda yaxşı idim. 5 yaşım olanda mən Louis Vuittondan geyinirdim. Fendi. Gözəl brenddir, yaxşıdır. Pis deyil. Geyinmək olar, buradan da geyinmək olar.
Nə bilim, burada Tiffany var orada. Tiffany'dən də hə, geyinmək olar. Gucci-nin özüdür. İndi bilmirəm, ana bu Gucci almayım. Bax, ilişib qalmışam ki, Gucci-dən nəsə götürüm, yoxsa yox. Hə, Gucci yaxşıdır, gözəl mağazadır. Nə bilim, hə, burada gələndə, qaqa, bura gəldiniz. Arvadlarınızı gətirməyin. Arvadları gətirdinizsə bir küçəyə var ha. Vay aman, onun altından çıxmaq olar, qaqa. Tək gəlin, bura tək gəlin. Bu sevgilidir, bu həyat yoldaşıdır, bu arvaddır, bu saxladığımdır. Belə şeylərlə gəlməyin bura. Buradan çıxa bilmərsiniz, qaqa. Qardaşlarına deyirəm, mən sizə. Burada Viyana'nın bahalı mağazalarının olduğu yerlərdir. Məsələn, Hermes'dir, Escada'dır, nə bilim, Saint Laurent'dir. Bütün bahalı brendlər buradadır. Bura qəşəngdir, bura da xoşuma gəldi. Bu da qəşəng şeydir, dizaynları, tarixi binaları möhtəşəmdir. Saint Laurent buradadır. Möhtəşəm, qəşəng. Gözümə girməyə başlayıb, İndi bilirsən, mən də elə-belə olan da öləm, mən hər şeyi bəyənmirəm. Burada atları kirayə bilirsiniz, atlarla tur eləyə bilərsiniz. Atlar da, ha, maşallah olsun. Qəşəng atlardır. Maşallah. Bunlar da atı sürənlərdir, şapqallar. Peaky Blinders oxşurlar. Aha. Buralar biraz maraqlıdır, sözün düzü. Christmasda gəlir bu işıqlar, zatlar biraz adamın könlünü açır, sözün düzü. Christmas bazarı açılıb bu şey. Bu qəşəngdir. Əziz Samandertal'da nədir? Kartı. Burada da bax, Bakıda bilmirəm necədir. Burada Christmas bazarını açıblar. Christmas bazarında əməlli başlı bazarlıq gedir. Burada da Christmas'ın şeyləri mənim xoşuma gəldi. Atributları xoşuma gəlir. Belə böyük bir suvenir mağazası var. Buradan da suvenirləri alıb hədiyyə edə bilərsiniz. Bir dənəsi 5 evrodur, 3 dənəsi 12, 5 dənəsi 19 suvenirlər almır. Keçən dəfə almışdım. Bəs mən bura gəlirəm, mənim pullarımın hamısı ona buna suvenir almağa gedirdi. Buradayım. Boğaza yığılmışam qohum əqrabanın əlindən. Maskılar, corablar. Buraya gəlir, qızlar sevgililərinə hədiyyə alırlar, corab. Səhər Viyana'dan corab almışam. Ha. Viyana'da başqa şey satmırlar da. Cəhənnəm, biz yetimlərə heç olmasa belə şeyləri alıb. Belə. Maşına zada asaq da, yəni. Nə olacaq ki? Burada uşaqlar üçün paltarlar, zatlar da var. Mışqalar var. Bunun nətəri 15 evrodur bunun bir dənəsi. 15 evro nədir? 30 manat. Bu nə danışır? Vay aman. Bu 15 evro deyə ətağa. Nə var? Sən nə canın var, sən 15 evrosan. Qudurmusan ha sən. Sən qudurmusan. Viyana bahadır da qaqa. Viyana çox bahalı yerdir, ətağa. Ona görə zəhləməyədir. Bahalı yerlərdən zəhləməyədir. Nətərdir? O burada aksesuarlar, zatlar. Bu nədir? Bu nədir ki? Tutaq ki, bunu aldım 6 evroya. Bunu aldım 12 manata. Bunun mən içində içmək bir şey olmur, bir şey qoymaq olmur, balaca bir şey. Toxunmağa da qorxuram, əlim dəyər düşüb sınar eləyər. İlişərəm, dana durduq yerdə ziyana getmir. Christmas corabları. Nə bilim burada qab qaşıq, balaca, açar, qabı, zat, hər şey. Bax, Christmas. Merry Christmas. Maraqlıdır. Sən buradan ağarsan, səni verənə şükür. Nə dersən, şirin. Bu da welcome. Sağ ol ağa, sağ ol can, welcome.
Nədir bu? Şərflər zatlar var burada. Şərflər var. Papaq, başım üşüyür, bir dənə papaq alardım. Papaq neçədir ki? Papaq 13 euro, 26 manat. Ay, mənim halım var. Bunu getdin Sədərəkdən götürdün də 3 manata, 4 manata. Vurdum Temudan evə gəlin. Bu nədir? 15 euro, 30 manat papağa versəm, sən evdə də mənə şey eləyərlər. Tək elə bilsən dərd birdir. Evdə desəm 15 manat, 30 manata papaq almışam, dava qırğın düşəcək. Ona görə eləmirəm heç. Elə şeylər eləm. Ucuz, harda ucuz nəsə varsa gördüm alıram, yoxsa yox.